Bura Kielsin Vətəndaşlıq və Vətənpərvərlik Təfəkkürü Mərkəzidir. Bu mərkəz həm muzey kimi, həm də gənclər və yerli icma üçün interaktiv bir təlim məkanı kimi fəaliyyət göstərir. Olduqca simvolik və tarixi bir binadır. Köhnə bir həbsxananın yerində qurulub. Muzeyin bu hissəsində kinolent formasında düzülən Kiels şəhərinin qədim tarixi fotoşəkilləri nümayiş olunur. Burada Polşanın müstəqilliyində mühüm rol oynamış dövlət xadimləri, milli qəhrəmanların şəkillərini görürük. Masanın üstündə isə qramofon görürük. O dövrdə vətənpərvərlik marşları bu qramofonlarla dinlənilirdi. Divarda isə qılınc asılıb. Bu qılınc Polyak legionerlərinin, süvari qoşunlarının rəsmi silahı hesab olunurdu. Burada ekranda isə film əks olunur. Buradakı film 1928-ci ildə çəkilən bərpa olunmuş Polşa adlı sənədli filmdir. Yanındakı büst isə elə Polşa müstəqilliyini bərpa edən Marşal Pilsudskinin büstüdür. Burada gördüyünüz otaq isə narsist işğalı zamanı Polyak ailələrinin gizli şəkildə milli ruhu qoruduğu evlərinin maketini nümayiş etdirir. Dolabın içində bir keçid var. Bu keçid müharibə dövründə insanların gizli sığınacaqlara və ya partizan meşələrinə bu şəkildə qaçdığı gizli qapıları göstərir. Burada isə Polyak əsgərlərinin geyindiyi formanı görürük. Vitrindəki silahlar isə partizanların narsistlərə qarşı istifadə etdiyi bombaralardır. Bura isə Kiels Yəhudi gettosunun giriş lövhəsidir. 41-ci ildə narsistlər Kielsdəki Yəhudiləri bura toplayırdılar, sonra isə onları ölüm düşərgəsinə göndərirdilər. Divarda isə yüzlərlə Yəhudinin soyadları yazılıb. Şüşə vitrində gördüyünüz bu qədim əşyalar isə müharibədən əvvəl Kielsdə dinc yaşayan insanların narsistlər tərəfindən müsadirə olunmuş şəxsi əşyalarıdır. İndi isə muzeyin ən qorxulu hissəsinə gəlirik. Bura 19-cu əsrdən başlayıb 70-ci illərə qədər yüzlərlə siyasi məhbusun işgəncə gördüyü həbsxanadır. Arxadan gələn uğultu səsləri isə həqiqətən də türkləri biz-biz eləyirdi. Kameralarda isə pəncərələr yox idi və olduqca soyuq idi. Yəni düşünün, insanlar aylarla burada tək saxlanılırdı. Orada gəzərkən sanki hiss edirdim ki, elə bil arxamdan kimsə gələcək, hansısa bir əsgər gəlib məni qandalayacaq və vuracaq. Muzeyin deyərdim ki, mənim üçün ən təsirli hissəsi bura idi. Yəni orada gəzəndə özümü məhbusların yerində gördüm və onların nələr yaşadığını çox az da olsa hiss elədim. Zirzəminin ağ rəngli, tağlı divarları olan bu geniş hissəsində isə artıq müasir multimedia zalı kimi istifadə olunur. Burada interaktiv ekranlarda və divardakı xəritələrdə Kiels bölgəsinin faşizmə və kommunizmə qarşı müqavimət göstərdiyi gizli təşkilatların xəritələri və qəhrəmanların şəkilləri nümayiş olunur. Bəzi otaqlarda isə o dövrü əks etdirən filmlər nümayiş olunur. Bura Kielsdəki Milli Muzeydir. Keçmişdə Krakov yepiskoplarının sarayı olub. İçəridə elə bir ab-hava var idi ki, sanki 17-ci əsrə düşmüsən və hər tərəfdə qırmızı məxmərlər, qızıl rəngində işləmələr var idi. Muzeyə girəndə bizə belə bir qulaqlıq verdilər. İngilis dilindədir, çox rahatdır. Hər otağa keçəndə avtomatik olaraq həmin otağın tarixini, divardakı rəsmlərinin hekayəsini sənə danışmağa başlayır. Heç kimə ehtiyacın qalmır və özün gəzib öyrənirsən. Məsələn, bu otaqdakı nəhəng divar xalçası, o qədim taxta dolablar, bunlar hamısı orijinaldır. Öyrəndim ki, o dövrlərdə bu böyük xalçaları təkcə bu gözəllik üçün eləmirlərmiş, həm də bunlar daş divarlardan gələn o soyuğun qabağını almaq üçün asılırmış. Amma muzeyin ən maraqlı tərəfi isə divarlarda yox, bu tavandadır. Orada gəzəndə
başınızı yuxarı qaldırıb tavana baxmalısınız, çünki əsl sənət əsəri elə burdadır. Tavandakı rəsmləri Thomas Dolabella adlı bir İtalyan rəssam çəkib. Polşanın qədim tarixinə aid hadisələr burada təsvir olunub. Bu rəsmlərin ən böyük özəlliyi odur ki, onlar birbaşa tavana çəkilməyib, kətan kəsirlər üzərində işlənib, sonra isə tavanın qızılı taxta çərçivələrinə bərkidilib. Ən qəribəsi də bu bina müharibə vaxtı heç bir zərər görməyib. Muzeydən çıxan kimi düz qarşıda böyük, qədim bir kilsə var. Bura Kiyev katedralıdır. Buranın tarixi əslində əvvəl getdiyim o saraydan da qədimdir. 12-ci əsrə gedib çıxıb. Təbii ki, illər ərzində dağılıb, yenidən tikilib və indiki barok üslubu formasını alıb. Əslində sarayla bu kilsə bir-biri ilə tam bağlıdır. Çünki sarayda yaşayan o Krakov yepiskoplarının əsas ibadət yeri məhz elə bura olub. Bir növ bütöv bir kompleksdir. Bu Polşanın ən məşhur milli qəhrəmanı olan keşiş Yerzy Popiloşkonun xatirə abidəsidir. Polşalılar üçün onun yeri tamamilə başqadır. O, məşhur həmrəylik hərəkatının simvolu olub, insanlara həmişə azadlığı, qorxmazlığı aşılayırmış. 1984-cü ildə gizli polislər tərəfindən vəhşicəsinə qətlə yetirilir, amma onun ölümü Polşadakı azadlıq alovunu söndürmür, əksinə onu daha da alovlandırır. Sonradan isə kilsə tərəfindən müqəddəs elan olunur. Bu isə Kiyev yepiskopu Çeslav Kaçmarikin abidəsidir. Bu ad Polşa tarixində böyük bir cəsarət simvolu olub. 1950-ci illərdə ölkədə kommunist rejimi hökm sürürdü və Kaçmarik rejimə qarşı çıxır. Təbii ki, rejim də bunu cavabsız qoymur, onu uydurma cəsusluqla ittiham edirlər, saxta məhkəmə ilə 12 il həbs cəzası verirlər. Və Kaçmarik də öz inancından, prinsiplərindən geri dönmür. Bu gün isə Polşalılar üçün əyilməz bir iradənin rəmzi kimi xatırlanır. Tavandakı naxışlara, o rəsmlərə baxanda adam heyran qalır. Sanki hər küncündə ayrı bir hekayə var. Ətrafı gəzdikcə hər tərəfdə qızıl rəngli detallar, heykəllər görürdüm. Həqiqətən memarlığı o qədər zəngindir ki, kameranı hara çevirirdimsə mütləq gözümə maraqlı bir detal görünürdü. Burada isə dəmir barmaqlıqların arxasında Papa II. İohan Pavelin portreti var və onun xatirəsinə aid olan xüsusi bir güşə ayrılıb. Kilsənin yan tərəflərində fərqli ibadət güşələri var. Məsələn, burada Müqəddəs Məryəm Ananın heykəli qoyulub. Bax, bu elektrikli şamlar da çox maraqlı gəldi mənə. Həm müasirdir, həm də o klassik görüntünü qoruyur. Hər güşəsi ayrı bir sənət əsəridir desəm yalan olmaz. Buranın atmosferi tam fərqli idi. Elə bil kilsədə yox, sanki muzeydəymiş kimi hissini verirdi. Katedraldan çıxan kimi elə burada Krakov yepiskoplarının sarayının arxa tərəfində tam başqa bir dünya var.
Bura məşhur İtalyan bağıdır. Elə bir yerdir ki, şəhərin səs-küyündən qaçıb nəfəs almaq üçün ideal bir yerdir. Hər tərəf o qədər səliqəli və həndəsi naxışlarla qurulub ki, adam baxanda dincəlir. Düz mərkəzdəki bu cığır isə barıt gülləsinə aparır. Mərkəzi hissənin ətrafında rəngbərəng güllər və bitkilərlə yanaşı, həm də çoxlu alma ağacları var. Ətrafı isə vələs və cökə ağaclarından ibarət qəşəng bir xiyabanlar bürüyür. İnsan özün bir anlıq Polşada yox, elə bil İtaliyanın Renesans dövrünün bağlarında hiss edir. Əslində bu bağın tarixi 17-ci əsrə gedib çıxır. Hətta vaxtilə burada yalnız saray sahibinin girə biləcəyi gizli bir bağça var imiş. Bura Kielsin ən mərkəzi Şenkeviça küçəsidir. Ümid edirəm ki, adını doğru dedim. Bura tamamilə piyadalar üçün ayrılıb, yəni rahatca gəzirsən. Sağlı, sollu tarixi binalar, qəşəng kafelər və restoranlarla doludur. İnsanlar bura həm alış-verişə gəlirlər, həm də açıq havada oturub qəhvə içirlər. Yol boyu isə belə balaca çadırlar, yarmarkalar və rəngbərəng street food vaqonları var. Şəhərin ən canlı, ən hərəkətli nöqtəsi elə məhz buradır. İndi isə sizə şəhərin ən pozitiv və maraqlı heykəlini göstərəcəm. Gördüyünüz bu cənab məşhur satirik qəhrəmanı igid əsgər Şveyqdir. Bir əli ilə hərbi salam verir, o biri əli ilə isə pivə bakalını saxlayır. Bu lövhədə isə yazılıb ki, özü yumorun və ustalığın keşiyində durur. Önündən keçəndə adamın üzündə mütləq bir təbəssüm yaradır. Bu heykəl də elə düz şəhərin mərkəzindəki küçədə, yəni mərkəz hissədə yerləşir. Bu isə Polşanın ən böyük yazıçılarından biri, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henryk Sienkiewicz-ə qoyulmuş abidədir. Elə bu ətrafdakı mərkəzi küçə də onun adını daşıyır. Abidənin postamentində iri hərflərlə Quo Vadis yazılıb. Bu onun dünyaca məşhur olan və ona Nobel mükafatı qazandıran tarixi romanının adıdır. Mənası isə latınca hara gedirsən deməkdir. Mən Kielsdən gəldim ki, məşhur yeməklərindən yeyim. Burada pirogi adlanan yemək var. Çox dadlı yemirlər. Mən ilk dəfə yoxlayacağam. Görək necədir. Sizə göstərmək istəyirəm. Videonun bu hissəsində əslində Polşanın milli yeməyi haqqında ətraflı məlumat verirdim və sonradan videoya baxanda arxadan çoxlu səs-küyün gəldiyini gördüm və pis bir səs alınıb, heç bir şey eşidilmirdi. Ona görə yenidən səs əlavə etməyi düşündüm. Deməli, bu yeməyin adı pirogi ruskidir. Başqa növləri də var, amma mən pirogi ruski növünü aldım, ondan yedim. Əslində bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. İkinci Dünya müharibəsindən əvvəl Polşanın tərkibində olan tarixi Qırmızı Rusiya bölgəsindəndir. Yəni indiki Ukraynanın qərb torpaqlarından gəlir. Hətta indiki dövrdə Polşadakı bir çox restoran Ukraynaya dəstək üçün menyunun adını dəyişiblər, Pirogi Ukrainskaya qoyublar. Burada isə içini göstərirəm. İçində kəsmik var. Kənarlarında da bol qızardılmış soğan var. Başqa növləri də var. Kartof püresi ilə olan və kəsmikli olan var idi, amma mən yediyim kəsmikli olan idi. Kələmli olanlar var, ispanaqlılar var. Desert kimi də istifadə edirlər. Meyvəli olanlardan var. Amma mən vegetarian olaraq, yəni Avropada daha çox ət yemədiyimə görə bu növünü sifariş verdim və ən məşhuru da elə
pirogi ruski olan, yəni kəsmikli olandır. Ən yaxşı tərəfi də odur ki, Polşada ən doyumlu, həm də, büdcəyə uyğun olan yemək budur. Yəni bir porsiya ilə tam doymaq olur. Fərqli porsiyalar da var. Deməli 5 porsiyalı olandan mən aldım. 10 porsiyalı olan da var. Orda mən sifariş verəndə mənə dedilər ki, 10 dənə olandan ala bilərsən. Yəni fərqli-fərqli olan, yəni 5-i kəsmikli, 5-i ya ispanaqlı, ya kələmli, fərqli-fərqli olanlardan almaq olar. Amma onlar biraz bahalı idi deyə almadım. Həm də çox idi mənim üçün. Məkan da elə belə idi, belə maraqlı, balaca bir yer idi, amma şirin yer idi, xoşuma gəldi. Deməli, bura Kielsin şəhərin mərkəzində yerləşən bir göldür. Çox qəşəng bir yerdir. Vaxt tapanda, boş günlərim olanda gəlirəm bura. Havası çox yaxşıdır. Üstəlik çox qəşəng, çox sakit bir yerdir. Yəni ətrafa baxanda ancaq istirahət eləməyə gələn insanları görürəm. Piknik eləyənlər var, idman eləyənlər çoxdur. Yəni çoxu gəlir idman eləyir burda, qaçırlar. Biz də arada uşaqlarla bir yerdə piknikə gəlirik bura. Hərəmiz bir şey götürüb gəlirik. Bəzən tək gəlirəm, bəzən uşaqlarla gəlirəm. Ümumiyyətlə çox qəşəng havası var. Burada arxada, indi görünmür bəlkə də, arxada yepiskop binası var. O binanın tam qarşısındadır bu göl. Doğrudan da əslində Kielsin özünün havası da çox qəşəngdir. Təbiəti, yəni əladır. Amma düzdür, bəzən hava çox dəyişkən olur. Yəni səhər dəhşət isti olur, yox, səhər soyuq olur, günorta çox isti olur, axşam bir dəfəlik gözlənilmədən yağış yağır. Yəni bilmək olmur ki, neynəsin. Çölə çıxanda həmişə mən üstümə qalın bir şey götürürəm ki, yəni hava anidən soyuya bilir. Amma normal havası qəşəngdir. Yaz aylarında daha gözəl olur. Belə. Burada göldə ördəklər üzür, elə ləzzətli uşaqlar qaçırlar. Çox maraqlı, çox gözəl bir yerdir. Çox bəyənirəm mən buranı. Deməli, layihəm haqqında biraz danışım. Layihəm çox qəşəng gedir. Hər gün deməli fərqli məktəbə gedirik. Bizi o qədər gözəl qarşılayırlar ki, yəni təsəvvür eləməzdim ki, məktəbdə bu qədər bizi xoş qarşılayarlar, bizə necə deyim, qonaqpərvər olacaqlarını heç vaxt düşünməzdim. Deməli 20-yə yaxın məktəbi ziyarət etmək planı var idi layihə müddətində. Biz deməli ilk əvvəl şeyə getdik, yuxarı siniflərə getdik, yəni 10-11-ə getdik. Ondan sonra daha sonrakı günlərdə isə orta məktəbə getdik. Burada da yenə də Türkiyədə olduğu kimi ayrılıb ibtidai sinif, orta məktəb və yuxarı siniflər, yəni lise deyirlər, high school ayrı-ayrıdır. Deməli, ilk getdiyimizdə uşaqlarla tanış olduq. Bizim rəhbər müəllimimiz var, o bizi yönləndirir və məktəblərlə də o danışır. Biz sadəcə deməli bizə ünvanı göndərir, biz gedirik ora, qapıda bizi qarşılayırlar. Hər məktəbdə olan bir müəllim seçirlər, o bizi qarşılayır, siniflərə aparır. Orda elə bil biz təqdimatlarımızı eləyirik. İlk günümüzdə sadəcə görüş oldu. Öz müəlliməmizin, yəni bizim rəhbər müəllimimizin məktəbində oldu. Orda şagirdlərlə tanış olduq, özümüzü təqdim elədik, ölkəmiz haqqında danışdıq, məlumat verdik belə.
Ondan sonraki günlərdə isə biz, başqa məktəblərə getdik. 6 nəfərik biz. Portuqaliya, İspaniya, İtaliya, Azərbaycan, bir də Türk var. Eee, 5 ölkədən, amma 2 nəfər, yəni mənimlə bir qız Azərbaycanlıyıq. Ümumi 6 qızdır. 6 könüllüdür. Biz, deməli, məktəblərə gedirik və orada bizə, deməli, şagirdlərə hər birimiz öz ölkəmiz haqqında təqdimatlar edirik. Öz ölkəmizin, mədəniyyətindən, tarixindən, gəzməli yerləri, eee, milli təamlarımızdan danışırıq, rəqslərimizi öyrədirik. Çox maraqlı, eee Tə günlərimiz keçdi burda. Artıq bitir, son 2 həftəm qalıb. Eee, Videolardan yerləşdirərəm bura. Onlara yalını öyrətmişəm. O qədər, həvəslidirlər ki, öyrənməyə. Yəni inanmazdım bu qədər Azərbaycan öyrənməyə həvəsli olarlar. Bəzi məktəblərdə, ölkəmiz haqqında məlumatları yoxdur deyə bilərəm. Çünki Azərbaycan deyəndə haradır bilmirlər. Eee Məsələn, paytaxtımızı bilmirlər, bayrağımızı bilmirlər. Amma bəzi şagirdlər var ki, onlar çox ağıllıdırlar. Bir çox ölkə haqqında məlumatları var. Azərbaycan deyən kimi bilirlər dərhal. Bayrağımızı tanıyırlar, Bakını tanıyırlar. Yəni çox belə, maraqla qarşılayırlar. Çoxuna oynamağı falan öyrətmişəm. Sözlər öyrətmişəm maraqlı Azərbaycan dilində. Bir də burda, nəyi müşahidə elədim? Burdakı məktəblərdə, şagirdlər forma geyinmirlər. Yəni məktəbi formasız geyinmirlər. Müəllimlərdən birindən soruşdum, düzü tam, anlaya bilmədim nədir, amma ümumi belə başa düşdüm ki, dini məktəblərdir, bilmirəm nəsə belə bir şeydir, tam anlamadım. Onlar, geyinirlər, formanı. Amma bir çox, yəni əksər məktəblərdə, məktəbli, vahid geyimi yoxdur. Yəni istədikləri kimi geyinib gəlirlər məktəbə. Bura Kievdə yerləşən oyuncaq və oyun muzeyidir. Bura sadəcə uşaqlar üçün deyil, böyüklərin də uşaqlıq illərinə aparan nostaljik bir yerdir. Muzeydə 19-cu əsrdən tutmuş 20-ci əsrin ortalarına qədər Avropanın müxtəlif yerlərində istehsal olunmuş minlərlə oyuncaqlar sərgilənir. Taxtadan yonulmuş fiqurlar, müharibə dövrünün əsgərcikləri, köhnə gəmi maketləri və divarlardan asılmış rəngbərəng yellənən atlar. İnsan baxdıqca düşünür ki, texnologiyanın olmadığı dövrlərdə uşaqların xəyal dünyası nə qədər də zəngin olub. Muzeydə köhnə kuklalar, mexaniki oyuncaqlar və əl işi nümunələri də sərgilənirdi. Bəzilərinin isə yaşı 100 ildən də çox idi və buna baxmayaraq həqiqətən də çox yaxşı qorunub saxlanılıblar. Bura isə muzeyin ən sehirli və ən qəribə hissəsidir. Ekranda gördüyünüz bu cihazlar və rəngli şüşələr əslində kinonun, cizgi filmlərinin və bugünkü proyektorların babası sayılır. Adı isə sehirli fənərdir. Hələ 100 il bundan əvvəl ortada nə televizor var idi, nə internet var idi və uşaqlar qaranlıq otağa toplaşırdılar. Bu cihazın divara vurduğu işıqlı şəkillərə baxıb nağıllara qulaq asarmışlar. Muzeyin başqa bir maraqlı bölməsi isə köhnə animasiya və kölgə teatrı texnologiyalarına həsr olunub. Bugünkü filmlərin və cizgi filmlərinin yaranmasından əvvəl insanlar hərəkət illüziyasını yaratmaq üçün məhz bu üsullardan istifadə edirdilər. Biz də uşaq olanda evdə işıqlar sönəndə divarda belə kölgələr yaradırdıq.
Muzeydə gəzdikcə hiss eləyirdim ki, böyüklər də uşaqlar qədər həyəcanlanırdı. Çünki bu muzeydə sərgilənən bir çox oyuncaq insanları öz uşaqlığına aparır, onlara öz uşaqlıqlarını xatırladır. Çünki onların dövründə olan oyuncaqlar burada sərgilənirdi. Onlar da gəzdikcə öz uşaqlıqlarını xatırlayırdılar. Muzeyin bu hissəsində isə köhnə dövrlərin məktəb otaqlarını, məktəbli formalarını, yaşayış evlərini, gündəlik həyatı əks etdirən səhnələr nümayiş olunurdu. Elə bil ki, bir neçə saniyəlik keçmiş dövrə səyahət edirsən. Muzeydə bəzi interaktiv oyunlar da var idi və biz də özümüzü sınadıq. Düzünü desəm əvvəlcə asan görünürdü, amma oynamağa başlayanda işin o qədər də sadə olmadığını gördüm. Biraz rəqabət, biraz gülüş və çoxlu əyləncə ilə bu hissə muzey ziyarətimizin ən maraqlı anlarından birinə çevrildi.